Hər vaxtınız xeyir uşaqlar. 4-cü sualın həllinə baxaq. Adi bucaq ABC-nin xarici bucağının tənbölənində verilib və bizdən nəyi soruşur? AB BC-yə bərabərdir. AB BC-yə bərabərdir. Bura BC-dir. Bura C-dir. BC-yə bərabərdir. Bura olsun A, bu da olsun A. Bir-birinə bərabərdir. AC 4-dür. AC 4-dür. CD 6. Bu məsafə 6. Onda bütöv bura nə qədər olacaq? A plus 6. Bizdən BC-ni soruşur. Baxın, bizdən soruşulan məsafə bax buradır. Burada metrik münasibətlərə əsasən AB-nin nəyə nisbət olacaq? Baxın, AB-nin AC-yə nisbəti bərabərdir BD-nin ümumi bu məsafənin CD-yə. Baxın, bu məsafəyə. Deməli, burada. İndi yerinə verilən ədədləri yazsaq, AB neçədir bizdə? A-dır. AC neçədir? Bu məsafə 4-dür. Bərabərdir BD. Baxın, BD. Ümumi bu məsafə nə qədər idi? A plus 6 bölünsün. BC, deməli, CD nə qədər idi? 6. Vəssalam. Çarpaz vurub yazsaq, A vur 6 bərabərdir. 4 vurulsun A plus 6. Burada A6, A bərabərdir. 4, A plus 24. Buradan A-nı tapırıq 12. Bizə də lazım olan hansı məsafə idi? Bax, bu məsafə. Burada neçə idi? A. Deməli, cavabımız olacaq 12.